Dostlar, mən bu günləri sizinlə danışmaq istəyirəm ən aktual problemlərdən biri olan qaraciyər piylənməsi haqqında. Niyə aktual deyirəm mən bu problemə? Çünki çox geniş yayılıb, çoxlu suallar verirlər qaraciyər piylənməsinə görə. Çünki insanlar hal-hazırda sağlamlığını qorumurlar, yeyib yatırlar, pasiv həyat tərzi aparırlar. Bütün günü telefon, nə bilim, kompüter, televizor və s. Qaraciyər piylənməsi nədir? Buna steatoz deyirlər. Steatozdan sonra gəlir steatogepatit, yəni artıq iltihab birləşib. Ondan sonra fibroz, sirroz və hepatoselülyar karsinoma. Yəni o dediyiniz pis xəstəlik, yəni rak. Diqqətli olun, qaraciyər piylənməsi gətirib raka çıxarda bilir. Mən belə danışanda deyirlər, doktor, qorxuzursan. Bəli, qorxuzmalıyam ki, sağlamlığınızı qoruyasınız. Qorxuzmalıyam ki, vaxtında üstünə düşəsiniz, vaxtında həkimə müraciət edəsiniz. Yoxsa müraciət edənlərin çoxusu biliyorsan ki, artıq ya sirrozdur, ya da hepatoselülyar karsinomadır. Qaraciyər piylənməsinin əsas səbəbləri hansılardır? Alkoqol, daimi spirtli içkilər qəbul edən insanların çoxsunda qaraciyər piylənməsi var. İnsulin dirənci, şəkərli diabet 2-ci tip, metabolik sindromla olan xəstəlik, yəni köklük, pankreatit, öd daşı, şəkər, buna bir yerdə deyirlər metabolik sindrom. Bəzi dərmanların təsirində də ola bilər qaraciyər piylənməsi. Qaraciyər piylənməsini biz necə təyin edirik? İlkin olaraq ultrasəs müayinəsi keçirik. Sonra elastografiya deyilən bir şey var. O da ultrasəs müayinəsi ilə təyin olunur. Yəni xüsusi avadanlıqla müayinə metodu elastografiya deyirlər. Yəni mən çalışıram ki, sizə daha sadə dildə izah edeyim. Həkimlər bunu bilməlidirlər onsuz da və bilirlər də. Sadə insanlar üçün bu video nəzərdə tutulub. Bəzi insanlar elə bilir ki, qaraciyərin analizlərini verəndə yalnız ALT, AST-ni yoxlatdıq və hər şey aydın oldu. Amma bu belə deyil. Misal üçün, adi sirrozda ALT, AST normada ola bilər. ALT, AST əgər qaraciyərə aiddir, ürək problemində də ola bilər, yəni o başqa mövzudur. Hüceyrə parçalananda ALT, AST qalxır, qaraciyər hüceyrəsi parçalananda. Əgər sirrozdursa, parçalanmağa sağlam hüceyrə yoxdursa, ALT, AST necə qalxsın? Ona görə digər analizlər olunmalıdır. QQT-dir, qələvi fosfatazadır, bilirubinlər yoxlanılmalıdır, C reaktiv zülal, fibrinogen, insulin dirənci, qanda şəkərin miqdarı. Bunların hamısı yoxlanılmalıdır ki, biz qaraciyər haqqında geniş təsəvvürümüz olsun. Təsəvvürümüz olsun ki, qaraciyərin hansı funksiyası yaxşı işləyir, hansı funksiyası pis işləyir və yaxud da işləmir. Buna görə geniş müayinələr lazımdır. İndi keçək əsas məsələyə. Əsas səbəblərindən birini qeyd eləmədim. Bu passivlikdir. Yeyirik bir qab aşı, gedib otururuq divanda, ya planşetdə, ya telefonda oynayırıq, ya da ki, televizora baxırıq. Bu da qaraciyərin piylənməsinə gətirib çıxardan səbəblərdən biridir. Deməli, qaraciyər piylənməsini qarşısını almaq üçün və yaxud da müalicə eləmək üçün bizə nə lazımdır? İlkin olaraq aktivlik. İnanın, qaraciyər piylənməsini heç bir dərman müalicə eləmir. Kimsə desə ki, gəl qaraciyər piylənməsi müalicə eləyirəm, qaraciyər piylənməsi dərmanla müalicə olunmur. Bəli, bəzi dərmanlar var ki, qaraciyər piylənməsi zamanı istifadə olunur ki, qaraciyər daha da yaxşı işləsin, qaraciyərin funksionallığı artsın, amma piylənməni həmin dərmanlar aradan qaldırmır. Bəs nə edək? İlkin olaraq aktiv olmaq lazımdır. Günə 10.000 addım hələ heç kəs ixtisar eləməyib. Günə 10.000 addım prinsipi. Siz günə 10.000 addım gəzsəniz, günə 2 litr su içsəniz, fast foodu yığışdırırıq. Amma fast food da qaraciyər piylənmə səbəblərindən biridir. Fast foodu yığışdırırıq. Ağ un məmulatları, ağ çörəkdir, şirniyyatdır, sonra şəkər tozudur, pesok deyirik, qənddir, bunları yığışdırırıq. Karbohidratları qəbul eləyə bilərik meyvələrdən. Ən azından yığışdıra bilmirsinizsə kifayət qədər azaltmaq lazımdır. Yəni, piylənmənin əsas müalicəsi arıqlamaqdır.
düzgün arıqlamaq lazımdır. Siz dediklərimi eləsəniz, günə 10.000 addım gəzsəniz, fərqi yoxdur. Axşam gəzin, səhər gəzin, günorta gəzin. Əsas o yeyilən kalori yandırılmalıdır. Yeyiləndən də artıq yandırılmalıdır ki, siz arıqlayasınız. Qarında olan piyi necə arıqlatmaq əritmək istəyirsiniz arıqlamaqla? Qaraciyərdə olan piy də eyni qaydada əriməlidir. Yəni siz o piyi yandırmalısınız. Ona görə qaraciyər piyələnməsini müalicə eləmək lazım deyil. Yalnız aktiv olmaq, dediklərimi eləmək və arıqlamaq. Təbii ki, qərar sizindir, mən yalnız məsləhət verirəm. Amma qaraciyər həyatı vacib orqanlardan biridir, çünki axırı yaxşı qurtarmaya da bilər. Sağlamlığınızı qoruyun, kanala abunə olun, videonu paylaşın. Çox sağ olun, minnətdaram.